Hepinizi salamlayıram. Mən Sərə Müzəffər kanalıma xoş gəlmisiniz. Bugün dərs videolarımız qaldığı yerdən davam edir. Biz axırıncı dəfə Səfəvilər 17-ci əsrdə mövzusunu keçmişdik sizlə. Bugün isə Səfəvi dövləti 18-ci əsrdə süqut daxil olmaqla izahımız olacaq. Vaxt itirmədən başlayaq izahımıza. Keçən dərsin axırında mən qeyd elədim ki, Səfəvi dövləti 17-ci əsrin sonunda dərin bir böhran keçirdi və bu böhranın daxili səbəbləri, xarici səbəbləri, iqtisadi və siyasi səbəbləri hər biri haqqında sizə məlumat verdik. Burada yenə də yeni bir xatırlatma eləyək ki, xarici səbəblər bundan ibarət idi ki, İpək yolu öz əhəmiyyətini itirmişdi. Bir də Avropada manufaktura məhsulları artıb və Səfəvlərin sənətkarlıq məhsullarına artıq tələbat aşağı düşüb. Daxili səbəbləri isə iqtisadi və siyasi olaraq iki yerə bölünmüşdü. Biz siyasi səbəblərdə idarə etməklə bağlı olanları götürmüşdük. Məmur özbaşınalığı, rüşvətxorluq, idarəçilikdə yol verilən nöqsanlar. İqtisadi səbəblər isə pul böhranı, dövriyyə saxta qərb pulların daxil olması, suvarma sistemlərinin sıradan çıxması, əkin sahələrinin azalması, bunlar hər birdə daxil olmuşdu daxili iqtisadi səbəblərə. İndi baxaq görək həmin dövrdə 17-ci əsrin sonu, 18-ci əsrin əvvəllərində Səfəvlərdə hakimiyyətdə kimi görürük? Səfəvlərdə hakimiyyətdə Şah Sultan Hüseyindir. Şah Sultan Hüseyin 1694-1722-ci illərdə hakimiyyətdə olacaq. Təbii ki, dövlətin daxilində bir böhran varsa, hökmdar çalışır bu dövləti böhrandan çıxartsın. Görək, Hüseyin dövləti böhrandan çıxartmaq üçün hansı tədbirlərə atır? İlk olaraq deyir ki, dövlətdə pul yoxdursa, gəlin pul kəsək. Pulu necə kəsək? Bizim bir Ərdəbildə ata-babalarımızın məqbərələrinə gətirib orada nəzirlər verirlər, qızıl gümüşlər var. Gəlin deyir, o qızıl gümüşü əridək, pul kəsək. Ərdəbil, məqbərə, bir də yanına pul, bu yadımızda qalsın. İkincisi isə, gəlir azdırsa, xəzinə boşalıbsa, bu xəzinəni necə doldurmaq olar? Təbii ki, vergilərlə. Ona görə də 1699-1702-ci illərə əhatə edən bir siyahıya alma həyata keçirdi. Bu siyahıya almanın nəticəsində təbii olaraq da vergilər artırılır. Amma bu vergilər artırılsa da əhalinin o vergini ödəməyə gücü yoxdur, imkanı yoxdur. Yəni istənilən təsiri vermir Hüseynin həmin bu həyata keçirdiyi islahatlar və bunun qarşılığı olaraq da təbii ki, dövlətin daxilində çıxışlar, xalq çıxışları, üsyanlar baş verəcək. Həmçinin 18-ci əsrin əvvəllərində ciddi bir quraqlıq da olub Səfəvi ərazisində. Bu da həmin o üsyanların baş verməsinə bir təkan olmuş olur. Üsyanlar nə zaman başlayacaq? Üsyanlar başlayacaq 1707-ci ildə. Harada başlayacaq? Car-Balakən ərazisində, Azərbaycanın ən üsyankar bölgələrindən biridir. Növbəti dərslərimizdə biz tez-tez Car-Balakənin adını çəkəcəyik. 1707-ci ildə Car-Balakəndə üsyan niyə başlayır? Yəni, əsasən bəhanə deyə bilərik biz buna üsyanın başlanması üçün. Carlılar sərhəddə yerləşirlər və sərhəd xəttini müdafiə edirdilər Şirvan bəylərbəyliğində. Və uzun bir müddətdir ki, Şirvan bəylərbəyliyi, yəni Car-Balakən həmin dövrdə Şirvan bəylərbəyliğinin ərazisinə daxildir. Və Şirvan bəylərbəyi Həsən Əli uzun müddətli carlıların yığılıb qalan maaşlarını ödəmir. Belə olanda onlar üsyan qaldırırlar 1707-də və hətta bu üsyan nəticəsində Şirvan bəylərbəyi Həsən Əlini də öldürəcəklər. Sonra xronoloji ardıcıllıqla getsək, 1709-cu ildə Səfəvi dövləti artıq zəifliyib, baxaq Gəlincidə nədir? 1709-cu ildə Əfqan tayfaları hücum edəcəklər və Qəndahar ərazisini tutacaqlar. Əfqanlar Qəndaharı tutdu. Üsyanlarımız yenə davam edəcək. 1711-ci ildə biz Car-Balakəndə növbəti ikinci üsyanı görmüş olacaq. Artıq 1711-ci ildə Car-Balakəndə başlayan üsyana rəhbərlik eləyir Şirvandan olan Hacı Davud. Hacı Davudun rəhbərliyi ilə başlayan bu üsyan 1711-ci ildə artıq Şirvan ərazisinə də yayılmış olacaq. Şirvana da yayılacaq. Ta ki, nə vaxta qədər? Ta ki, 1719-cu ilə qədər. İndi 1719-a qədər olan hissədə bunu saxlayaq. Üsyanlar hələ ki 1711-ə danışdıq. Sonra keçirik Hüseynin biraz dövlətin daxilində ticarəti canlandırmaq üçün hansı tədbirləri görmək istəyir, nə etmək istəyir o məsələyə. Hüseyin 1713-cü ildə Peterburqa nümayəndə göndərir və ruslara deyir ki, gəlin sizlə dostluq və ticarət müqaviləsi imzalayaq. Həmin dövrdə də Rusiyada hakimiyyətdə 1-ci Pyotrdur. 1-ci Pyotr fikirləşir ki, baxaq görək bunlarla müqavilə imzalamaq olarmı, olmazmı? Ona görə öz adamı bir növ kəşfiyyatçısı da deyə bilərik biz buna. Artemi Volinskini 1716-cı ildə göndərir Səfəvlərin ərazisinə.
Deyir ki, get bax gör orada vəziyyət necədir, bir növ kəşfiyyat işi apar, yolları öyrən, qurğuları öyrən, müdafiə istehkamlarını öyrən. Arada da birdən elə bəlkə yaxşı oldu, bir müqavilə də imzalayıb geri qayıdarsan. Volenski gəlir, bir kəşfiyyat işi aparır orada və son nəticədə biz 1717-ci ildə İsfahanda Rus tacirlərinin mənafeyinə uyğun bir müqavilənin imzalandığını görürük. İsfahanda müqavilə Rus tacirlərinin mənafeyinə uyğun. Rusiya ilə 1717 İsfahanda müqaviləmizi imzaladıq. Volenski də qayıtdı, çıxdı, getdi. İndi təzədən qayıdırıq üsyan məsələsinə 1719-a. 1719-da nəhayət Səfəvilər həmin bu Çar Balakən və Şirvanda olan üsyanı yatıracaqlar. Yatıracaqlar, Hacı Davudu da tutacaqlar, atacaqlar Dərbətdə həbsxanaya. Hacı Davud da getdi zindana 1719-cu ildə. Hacı Davudun zindanda qaldığı illər biraz onun müttəfiqləri kömək eləyir ki, bu zindandan çıxsın. Hacı Davud 1721-ci ildə zindandan çıxacaq. Dərbətdə həbsxanadan qaçacaq və Şirvanda yenidən üsyan başlayacaq bunun belə başçılığı ilə, Hacı Davudun başçılığı ilə və müttəfiqləri də kimlərdir? Qazılımıqlı Surxay xan, bir də Qaytarlı Əhməd xan. Piyus, Hacı Davud birləşirlər, yaxşı işlər görürlər. Hacı Davud burada əslində üsyana başlanmazdan öncə Rusiya bir məlumat göndərir, Rusiya bir xəbər göndərir ki, mən üsyana başlamaq istəyirəm, amma istəyirəm ki, siz mənə kömək eləyəsiniz, yəni məni himayə eləyəsiniz. Çünki mən Şirvanda hakimiyyətə gəlmək istəyirəm və bunu sizin əlinizdən etmək istəyirəm. Rusiya həmin dövrdə Hacı Davudun təklifinə normal baxmır, deyir, yəni zaten onsuz da bizim belə bir planlarımız varsa, niyə bu planları Hacı Davudla bölək? Mənfi münasibət göstərir Hacı Davudun həmin bu onlara göndərdiyi təklifə. Hacı Davud da fikirləşir ki, başqa kimlə danışıqlara girmək olar? Deyir, hə, Osmanlı. Osmanlı 3-cü Əhmədlə danışıqlara başlayır. Deyir ki, mən sizin himayəni qəbul etmək istəyirəm. Mən Şirvan əslində xanı olacam, Şirvanı müstəqil eləyəcəm. Siz də məni himayə edin. Osmanlı da deyir ki, bu nə gözəl fürsətdir, çox qəşəng, çox əla. Elə bu fürsət əlimizə düşmüşkən neyniyək? Hacı Davudu himayə eləyək. Bundan ürəklənir Hacı Davud. 1721-ci ildə Şirvandakı üsyanı zamanı Rus tacirlərinin əmlaklarını qarət edir. Onların bazarlarını yandırır. Bir neçə Rus tacirinə həmin bu 1721-ci il üsyanında zərər dəyir. Əgər bu söhbətdə varsa, biz artıq 1667-ci ildə Rusiya ilə imzaladığımız müqaviləni pozmuşuq deməkdir. Yəni, Səfəvlər 67-də Rusiya ilə müqavilə imzalamışdılar ki, Rus tacirlərə xüsusi ehtiram göstəriləcək, onların həyat və əmlakı qorunacaq. Amma 1721-də təmiz əks söhbəti gördük. Hacı Davud üsyanına davam edir, hətta gedir burada Dərbənd qalasına, Bakı qalasına hücum edir, uğursuz olur, Gəncəyə hücum edir, yenə uğursuz olur, bunların heç birini tuta bilmir. 1721. 1721-də bu üsyanlar olur, bu üsyanlardan sonra yavaş-yavaş Səfəvi dövləti təbii ki, zəifləyir və bu zəifləmədən də istifadə edən yenə kimlər olacaqlar? Olan yenə Əfqanlar olacaqlar. 1722-ci ilin mart ayında Əfqan tayfaları hücum edəcək, paytaxt İsfahanı tutacaqlar. İsfahanı tutmaqla Şah Sultan Hüseyin, onun ailə üzvləri əsir götürüləcək və öldürüləcək. Sadəcə bu hadisə zamanı Hüseynin oğlu 2-ci Təhmasib, yəni Təhmasib desək daha doğrusu, sonra 2-ci olacaq. Təhmasib qaçacaq Astrabada və burada özünü şah elan edəcək. 1722-ci, 1732-ci illərdə biz Səfəvilərdə hakimiyyətdə Şah II Təhmasibi görəcəyik. Necə gəldi hakimiyyətə? Əfqanlar İsfahanı tutub Hüseyin və ailəsini əsir apardılar deyə. Bu oldu Hüseynin dövründə gördüyümüz hadisələr. İndi danışacağıq Təhmasibin dövründə nələr baş verəcək? Ruslar gələcəklər Azərbaycana, Osmanlılar gələcəklər Azərbaycana. Bunları silək, devam edək Təhmasibin dövründən. 22-ci ildə Ruslar təbii ki, gəlirlər. Normalda əslində özləri daha əvvəl gələcəklər. Amma Hacı Davud biraz onların planlarını pozur. Planlarını pozur, əslində daha da yaxşı təsir göstərir planlarına. Çünki yürüş üçün bir bəhanə də qazanmış olurlar ki, hə, bizim deyir, niyə yürüş edirik? Çünki deyir, Şirvanda bizim tacirlərimiz öldürülür, onlar zərər çəkiblər. Biz gəlirik Şirvan üsyançılarını cəzalandırmağa. Yəni, belə bir söz deyirlər. Yazaq bura 2-ci Təhmasib
1722-1732. Ruslar deyir ki, biz gəlirik əslində cəzalandırmağa Şirvan üsyançılarını, Səfəvi dövləti ilə biz müttəfiqik, dostuq, onlara kömək eləmək üçün gəlirik. Manifest hazırlayırlar, göndərirlər. İndi bir hissəsi müsəlman əhaliyə, bir hissəsi də xristiyana. Xristiyana da deyirlər ki, biz gəlirik əslində sizi müsəlmanların zülmündən xilas eləməyə. Nəysə, 1722-ci il 1722 avqust ayıdır. Bunlar Həştərxandan yola düşdülər, gəldilər, çatdılar Dərbəndə. Sağ olsun, Dərbənd hakimi də həmin dövrdə İmamquludur. İmamqulu açarları təhvil verir ruslara ki, buyurun, açarlar sizdə. Amma Dərbənd əhalisi bundan razı deyil. Hətta Dərbənddə 1-ci Pyotra qarşı sui-qəsd təşkil edilir. Lakin qəsdin üstü açılır, Pyotra öldürmək mümkün olmur. 1722-də sonra bunlar keçmək istəyirlər Bakıya. Amma problem var, Bakı tutulması uğrunda. Problemlərimiz nədən ibarətdir? Birincisi, Xəzərdə tufan başlayır. Bir problem budur. İkincisi, Xəzərdə tufan, ikincisi həmin dövrdə biz ümumi tarixə keçəcəyik. 1721-ci ildə Ruslar hələ Şimal müharibəsindən təzə çıxıblar və ona görə İsveçlə yeni müharibə təhlükəsi var. Bir o, üçüncü səbəb isə Osmanlının bu yürüşə etiraz etməsi məsələsidir. Xəzərdə tufan, İsveçlə müharibə, Osmanlının etirazı onların Bakıya yürüşlərini dayandırır. 1723 ildə Dərbəndi tutacaqlar, sonra da geri qayıdacaqlar. Əslində, Ruslar bura gəlməzdən öncə, belə bir yəni Hacı Davud söhbəti olmazdan öncə özlərinin üçün bu Volinskini göndərdilər, axı gəldi burada müəyyən kəşfiyyat işi apardı. Xəzərin xəritəsini hazırladılar, ekspedisiyalarının adlarına Şirvan ekspedisiyası dedilər. Daha sonra Şirvanda Rus konsulluğu, yəni Şamaxıda Rus konsulluğu açmağı falan belə qərarları var idi. Bunlar zaten bizə yürüşə gələcəkdir. Amma dediyim kimi Hacı Davudun üsyanı bir bəhanə olur və yürüşün biraz fonunu, istiqamətini, mahiyyətini dəyişirlər. 22-ci ildə gəldilər, ancaq Dərbəndi tuta bilirlər, Bakını tuta bilmədilər. Pyotr qayıtdı, çıxdı, getdi. Amma 1723-cü ildə yenidən ikinci dəfə gələcəklər Azərbaycana. Burada artıq Bakıda tutulacaq, Səlyan da tutulacaq. Xəzər sahili vilayətlər, Rəşddir, Gilandır, yəni bunların hər biri Ruslar tərəfindən işğal edilmiş olacaq. 1723-cü ildə biz əsasən Bakının işğalını daha yaxşı yadda saxlamalıyıq, çünki əsas istəkləri ilə Bakını tutmaq idi. Bəs nə baş verir? Səfəvlər heç mi buna reaksiya vermirlər? Sənin Xəzər sahili vilayətin əldən gedir. Təbii ki, reaksiya verəcəklər, amma necə olacaq bu söhbət? Təhmasib öz diplomatik nümayəndəsi var, İsmaili göndərir Peterburqa və gör bu nə söhbətdir də, yəni. Bu İsmail də gedir 1723-cü ildə Peterburqda Ruslarla müqavilə imzalayır, amma bu müqavilədən Təhmasibin xəbəri yoxdur. Səfəvlərlə Rusiyanın müqaviləsidir. Güya bu müqaviləyə görə Səfəvlər Dərbənddən Gilana qədər olan Xəzər sahili vilayətləri Rusiyaya verirlər. Əvəzində də Rusiya Səfəvlərə kömək edəcək, əsasən də Əfqanlarla mübarizədə. İsmail qayıdıb gəlir ki, bəs müqavilə imzalamışam, Təhmasib dedi ki, çox böyük səhv eləmirsən, biz müqaviləni tanımırıq, İsmailin özündə öldürdürürlər. Təhmasib tərəfindən tanınmayan müqavilə hansıdır? Peterburq müqaviləsidir. Amma elə Təhmasibin sözünə baxan mı var idi həmin dövrdə? Xeyr, zaten tutublar böyük bir hissə Rusların əlindədir. O bir tərəfdən Osmanlı gəlir, 3-cü Əhməd 1723-cü ildə gələcəklər Azərbaycana. Və Rusiya ilə Osmanlı bir-birinə müharibə etmək istəmədiyi üçün həmin dövrdə 1724-cü ildə müqavilə imzalayacaqlar. İstanbul müqaviləsi. İstanbul müqaviləsinə əsasən bir tərəfdə Ruslar, digər tərəfdə Osmanlılardır. Osmanlı deyir ki, tamam, Xəzər sahili vilayətlər qalırsan da, mən bunu təsdiq edirəm. Xəzər sahili vilayətlər Rusiyadadır. Yerdə qalan digər Azərbaycan torpaqları da Cənubi Qafqazın digər hissələri kimə keçir? Osmanlıların əlinə keçir. Şirvan yenə kimdədir? Şirvan da Osmanlıdadır. Hətta Şirvan Osmanlının himayəsində yarım müstəqil xanlıq elan edilir. Həmin bizim bu Hacı Davudu da gətirib qoyacaqlar Şirvanın xanı. Amma bir məsələ var ki, Rusiya bu Şirvan məsələsi ilə bağlı öz təhlükəsizliyini belə təmin edir ki, Osmanlılar Şirvanda qoşun saxlaya bilməzlər. 1724 böldülərmi öz aralarında? Böldülər. Təbii ki, Rusiya zaten tutacağını tutub, Osmanlı tutmağa başlayır Azərbaycan torpaqlarını. Osmanlılar 1724-cü ildə
Xoydu, Mərəddi, Naxçıvandı, Ordubaddı bu əraziləri tutacaqlar. 1725-ci ildə də Təbrizi tutacaqlar, Gəncəni tutacaqlar və Ərdəbili tutacaqlar. Hətta Ərdəbil İstanbul müqaviləsində Osmanlıların tutacağı ərazilərə daxil deyildi. Amma Ərdəbili tuturlar və Ərdəbilin tutulması İstanbulda atəşfəşanlıqla qeyd edilir 1725-ci ildə. Artıq Azərbaycanın böyük bir hissəsi həm Osmanlılar tərəfindən tutulub, həm də Ruslar tərəfindən tutulub. Bir növ iki yerə bölürlər Azərbaycan ərazilərini. Səfəvlərin əlində isə çox kiçik bir torpaq hissəsi qalıb. Əsasən Xəzərin cənub-qərbi, bir də Xorasan əraziləri bunlar qalıb Səfəvlərin əlində. Təbii ki, hər bir dövlət öz işğal etdiyi ərazidə idarə etmə sistemini quracaq. Rusların idarəçiliyinə biz deyəcəyik komendant idarəçiliyi, Osmanlı idarəçiliyi də yenə 1578-90-cı illər müharibəsindən sonra gördüyümüz vilayətlər, sancaqlar bu idarə etməni gətirəcəklər. Rusların idarə etməsi komendantdır, Baryatinskidə olur Bakının komendantı, orada biraz qanunsuzluqlar görür deyə hətta Bakıda Ruslara qarşı üsyan da baş verir. Sonra o üsyanları biraz mən ümumiləşdirib axırda qeyd eləyəcəm nələrdən ibarətdir. Bir də bu dövrdə Ruslar reyestrlər tətbiq edirlər, neft quyuları ilə bağlı. Hətta Kür çayında gəmiçiliyi inkişaf elətdirmək istəyirlər. Kür çayının sahilində Peterburqa oxşar bir şəhər saldırmaq istəyirlər. Çünki Peterburq şəhərində 1703-cü ildə saldırmışdılar. Osmanlıların yaratdıqları öz idarə etmə sistemlərində isə yenə Səfəvlərin əraziləri Osmanlı idarə etməsinə uyğunlaşdırılır. Vilayətlər, sancaqlar nahiyələrə bölünür. Təbii ki, vilayətləri əsasən idarə edir Osmanlı sərkərdələri. Amma yerdə qalan kiçik inzibati sancaqlardır, nahiyələrdir. Burada bizim yerli feodalların da idarə etməsinə icazə veriləcək. Hətta bəzi yerli feodallar əgər Osmanlı himayəsini qəbul edəcəklərsə, onlara şərti torpaqlar da verilir ki, biz buna bəylik və ağalıq torpaqları deyəcəyik. Osmanlıların bizim yerli feodallara verdikləri şərti torpaqlardır. Amma ümumi olaraq aqrar sahədə, yəni elə də ciddi dəyişiklik etmirlər. Sadəcə divan və xas torpaqları ümumi bir adla, dövlət torpağı adı ilə birləşdirilir və təbii ki, Osmanlı idarəsi altında saxlanılır. Üsyanlardan danışsaq, üsyanlar, Ruslara qarşı olan üsyanlar əsasən olacaq Bakıda, Muğanda, Astarada, bir də Səlyanda. 1724-də özdə Səlyandakı üsyan. Osmanlıya qarşı olan üsyan isə 1727-ci ildə Qarabağda olacaq. Yaxşı, elə 27-ni demişəm, bir də onu qeyd eləyək ki, 1727-ci ildə Ruslarla Osmanlılar arasında Nabur kəndində də bir müqavilə imzalanır. Bu müqavilənin də mahiyyəti dövlətlər arasında sərhəd xəttini müəyyən etməkdir, Nabur müqaviləsi. İndi nə baş verəcək? İndi baş verən odur ki, Səfəvlər biraz özlərinə gələcəklər. Çünki Nadir xan Əfşar artıq ordu komandanı təyin edilir və bu vəziyyətlə barışmaq istəmir. Ona görə də başlayacaq hər iki dövlətə qarşı, hətta Əfqanlara qarşı mübarizəyə və sonunda hər birini Azərbaycan torpaqlarından qovub çıxarda biləcək. İndi ondan danışacağıq, torpaqları azad edəcəyik və dərsimiz yekunlaşacaq. Nadir 1726-cı ildə Səfəvi ordusuna baş komandan təyin edilir. Yazaq bura Nadir xan Əfşar. Təhmasib ordu komandanı təyin edir Nadiri 1726-cı ildə. Nadir də gələn kimi elə ilk işi Əfqanları ölkədən qovmaq olur. Əfqanları qovdu. Əfqanları qovandan sonra başlayacaq Osmanlıya qarşı hərbi əməliyyatlara. 1730-cu ildə Osmanlıya qarşı hərbi əməliyyatlara başlayır. 30-31-ci illərdə Azərbaycanın cənub əraziləri Təbrizdir, Ərdəbildir, Kirmanşahdır, Həmədandır. Bu əraziləri Osmanlılardan azad edir. Lakin Təhmasib görür ki, hakimiyyətdə mənəm, amma başqa bir şəxs məni üstələyib keçir. Nadirin adını daha çox çəkməyə başlayırlar. Bir qısqanclıq hiss edir və belə olanda Nadiri göndərir Xorasana. Çünki Xorasanda qiyam qalxır həmin dövr üçün hakimiyyətə qarşı və Nadirə deyir ki, get Xorasandakı həmin qiyamı yatır. Nadir də Osmanlı ilə bu prosesi saxlayır, gedir Xorasanda qiyam yatırmağa, düşünür ki, gələndən sonra yenidən davam edəcək. Amma Nadir Xorasana gedən kimi Təhmasib başlayır 1731-ci ildə Osmanlılara qarşı özü mübarizəyə aparmağa, amma İrəvan ətrafında məğlub olur, ağır məğlubiyyətə uğrayır. İrəvan ətrafında Təhmasib Osmanlılara məğlub olur və bu məğlubiyyətdən sonra məcbur olur Osmanlılarla sülh müqaviləsi imzalayır. 1732-ci il Kirmanşah müqaviləsi.
Kirmanşah müqaviləsinə görə, deməli, Səfəvlərlə Osmanlılar arasındadır. Araz çayı iki dövlət arasında sərhəd olur və Araz çayından şimaldakı Azərbaycan əraziləri və Dağıstan, Azərbaycanın şimalı və Dağıstan qalır Osmanlının tərkibində. Araz çayından cənubdakı Azərbaycan əraziləri isə həmin bu Həmədanlı, Kirmanşah, Təbriz falan, bunlar qaytarılır Səfəvilərə. Söhbət Kirmanşah müqaviləsinə gedir 1732-də. Sonra deyir ki, hazır Kirmanşahda Osmanlı müqavilə imzalamışım, niyə Ruslarla da imzalamayım? 1732-ci ildə 5 gündən sonra Ruslarla da Rəşd müqaviləsi imzalanacaq. Yenə Səfəvilər, digər tərəfdə də bu dəfə Ruslardır. Rəşd müqaviləsinin şərtlərinə görə isə Rusiya ilə Səfəvi əbədi dost olacaqlarına söz verirlər. Əbədi dost. Və bu müqavilədə Ruslar Kür çayından cənubdakı əraziləri qaytarır Səfəvilərə. Kürdən deməli, cənubdakı ərazilər Səfəvidədir, Kürdən şimaldakı Xəzəryanlı torpaqları isə Rusların əlindədir və Rusların bir dənə şərti var ki, mənim sizə qaytardığım Kürdən cənubdakı ərazilərə, Xəzər sahili vilayətlərə siz Osmanlıları buraxmamalısınız. Səfəvilər də deyir ki, yaxşı, zaten buraxmayacaq. Hətta Rəşd müqaviləsində hər iki dövlətin bir-birinə ticarət güzəştləri də olur. Ruslar öz ərazilərində Rusiyada Səfəvi tacirlərini güzəştləri nəzərdə tuturlar, Səfəvilər də öz ərazilərində Rus tacirləri üçün güzəştləri nəzərdə tuturlar. Söhbət 1732 Rəşd müqaviləsindən gedir. Məsələ belə olanda Nadir Xorasandakı qiyamı yatırır, gəlir ölkəyə 32-ci avqustu, görür ki, bu nə söhbətdir, müqavilə imzalanıb Azərbaycanın şimalından, Cənubi Qafqazdan biz artıq öz xoşumuzdan imtina eləmişik, əsəbləşir və 1732-ci ilə Təhmasibi hakimiyyətdən salır və 1732-ci il Səfəvilərin son hökümdarı 1736-cı ilə qədər hakimiyyətə gələn Şah 3-cü Abbas. Bunu görəcəyik taxta. Amma Abbas hakimiyyətə gələndə heç bir yaşı belə yox idi. Ona görə onun adından dövləti idarə edəcək Nadir özü. Nadir özü dövləti idarə edir və həm Ruslara, həm də Osmanlılara qarşı mübarizəyə başlayır. Hətta Kirmanşah müqaviləsini də ləğv edir. Kirmanşah ləğv oldu və Osmanlıya qarşı hərbi əməliyyatlara başlayır. Həmin bu əraziləri özü artıq döyüşlə azad edəcək, birləşdirəcək Səfəvilərə. 1733-cü ildə Osmanlıları Bağdad ətrafında məğlub edəcək, Bağdad döyüşündə. Bağdad döyüşü, deməli burada Səfəvilər qalib gəldi, Osmanlılar məğlub olacaqlar və Bağdad döyüşündən sonra 1733-cü il Bağdad hakimi Əhməd Paşa, necə ki İsmail Mirzə gedib Peterburqda Səfəvlərin adından müqavilə bağlamışdısa, indi də Bağdad hakimi Əhməd Paşa müqavilə imzalayır Səfəvlərlə. Osmanlıların arasında olan bir müqavilə Bağdad müqaviləsi. Bağdad müqaviləsinin şərtlərinə görə də Osmanlılar son 10 ildə işğal etdiyi Səfəvi torpaqlarını geri qaytarmalıydılar. Təbii ki, bu müqaviləni də həmin dövrdə Osmanlı sultanı olan 1-ci Mahmud qəbul etməyəcək. 1-ci Məhmud da Bağdad müqaviləsini qəbul etmir və təbii ki, qəbul etməsə belə, zaten Nadir xan azad eləmişdi. Demək olar ki, ərazilərin böyük bir çoxluğunu 1734-cü ildə Nadir Şirvana daxil olacaq, Şamaxıya daxil olacaq. Şamaxıdan böyük bir əsər çıxacaq, çünki Hacı Davud falan söhbətləri oradan qalxmışdı. Bu proseslərin baş verməsinin əsas özəyi Şamaxı idi. Şamaxını dağıdacaq, bir hissəsini köçürdəcək Ağsuya, Yeni Şamaxı adlanacaq Ağsu. Sonra 1735-ci ildə Ruslara deyəcək ki, bir dənə sizlə müqavilə imzalayaq, siz aradan çəkilin, sonra mən Osmanlı ilə prosesi davam etdirəcəm. 1735-ci ildə Ruslarla Gəncə müqaviləsi imzalanacaq. Bu müqavilənin şərtlərinə əsasən Ruslar Terek çayından cənubdakı Xəzər sahili vilayətlərdən tamamilə çıxırlar və bu ərazilər Səfəvilərə qaytarılır. Bir də Rus tacirlərinin Səfəvi ərazisində ticarət imtiyazları bir daha təsdiq edilmiş olur 1735-ci ildə. Rus məsələsini həll edib onları çıxardandan sonra təzədən çevrilir Osmanlıya tərəf. 1735-ci ilin sonlarında İrəvan yaxınlığında 3 müəzzin və yaxud 3 kilsə adlanan yerdə Osmanlıları da məğlub edəcək və bunun nəticəsində 1735-ci ildə Osmanlılar da Azərbaycan torpaqlarından çıxarılacaqlar və Səfəvilərin tarixi torpaqları bərpa edilmiş olacaq. Kimin sayəsində? Nadir xan Əfşarın sayəsində.
Sonra da fikirləşəcək ki, bu qədər şey eləmişəm, niyə özüm hakimiyyətə gəlməyim? Güya 1736-cı ildə Şah 3-cü Abbas öləcək. O öləndən sonra da Nadir Muğanda bir qurultay keçirecək ki, görürsən hakimiyyətə kim gəlsin? Təbii ki, orada bir neçə nümayəndələr, əyanlar falan deyəcək ki, sən gəl. O da deyəcək ki, yaxşı, mən gəlirəm hakimiyyətə. Bundan da 1736-cı ildə Səfəvi dövləti rəsmi olaraq sübut etmiş olacaq. Bugünlük dərsimiz bu qədər. İzlədiyiniz üçün təşəkkür edirəm. Növbəti dərs videolarında görüşənə qədər sağ olun.